Piyadaların yolunu bağlayan obyektlərdən danışacağıq. Hansı ki, indi təqdim edəcəyimiz ünvanda küçə boyu bir neçə yeni obyekt tikilib. Hələ istifadəyə də verilməyib. Lakin ərazidə piyadaların yolunu heç nə olmamış kimi bağlayıblar. Daha doğrusu, səki obyektlərin ərazisinə birləşdirilib. Sizcə bu səki belə olmalıdır? Xeyr. Necə olmalıdır? Düz. Aha, səkinin qalan hissəsi hanı? Önce soruşmaq lazımdır. Əlbəttə ki, uşaqlara baxın. Dayanıblar, keçə bilmirik. Çox təhlükəlidir. Avtomobillər sürətlə hərəkət edir. Piyadalar isə özləri də bilmədən səkinin bu hissəsində avtomobil yoluna çıxırlar. Təəssüf ki, buradan yol düşənlərin əksəriyyəti yaxınlıqda yerləşən məktəb şagirdləridir. Ərazidə həm piyada keçidi, həm də işıqfor var. Ancaq səki gəlir burada tamamlanır. Səbəb isə bu ərazidəki obyektlərin səkini zəbt etməsidir. Buradan keçmək isə piyadalar üçün xüsusi bir bacarıq tələb edir. Paytaxtda səki bir neçə obyekt tərəfindən zəbt olunub. Görüntülər Xətai rayonu Əhmədli qəsəbəsi Seyid Əzim Şirvanı və Lütfüzadə küçələrinin kəsişməsindəndir. Mən hər gün buradan gəlib keçirəm. Yəni ki, maşınlardan özümə ehtiyat edirəm ki, vura bilər məni hər dəqiqədə. Yol da elə dardır ki, necə çıxasan ora? Pisdir, əlbəttə vəziyyət çox pisdir burada. Piyadalar deyir ki, ərazidə söz gedən təhlükə 5 aydan çoxdur davam edir. Hələlik istifadəyə verilməyən bu obyektlərin sahiblərinə bəs kim və ya hansı qurum icazə verib ki, səkinin ərazisini özünküləşdiriblər? Vallahi bilmirəm, bura elə çoxdandan belə qalıb. İnsanlar da buradan keçirsinizsə, hansı təhlükə yaranır? Hər bir təhlükə gözlənir burada. Buradan dönən sıxır bəri. Eyni zamanda səkidə yol nişanının qoyulması da piyadaları bunun hərəkət hissəsi ilə getməyə məcbur edir. Avtomobil Yollar Dövlət Agentliyindən bildirildi ki, səki hissəsində tikinti işlərinin aparılması və ya bu işlərə icazə verilməsi məsələləri agentliyin deyil, aidiyyəti üzrə rayon icra hakimiyyətinin səlahiyyətinə aiddir. Xətai rayon icra hakimiyyətindən isə mövzu ilə bağlı açıqlama almaq mümkün olmadı. Rəşad Vəkiloğlu, Məhəmməd Həsənzadə, Space xəbər.